Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak üçün 140 milyon qrivna məbləğində girov qoyulub. Bu barədə Yuniyanın müxbirinə Ali Antikorrupsiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. Məhkəmədən bildirilib ki, bugün Yermak girov qoyulması ilə əlaqədar həbsdən azad edilməlidir. Andrey Yermak mayın 14-dən istintaq təcridxanasındadır. Yermak istintaq təcridxanasından buraxıldıqdan sonra hər bir tələb üzrə müstəntiqə müraciət etməli, yaşayış yerinin və ya iş yerinin dəyişdirilməsi barədə məlumat verməli, Kiyevdən ayrılmamalı, pasportlarını təhvil verməli, şübhəli və şahidlərlə ünsiyyətdən çəkinməlidir. Eyni zamanda elektron qolbaq taxmalıdır. Qeyd edək ki, Ukrayna məhkəməsi Zelenskinin ofisinin sabiq rəhbəri Andrey Yermakı 60 gün müddətinə həbs edib. Yermak Kiyev yaxınlığında elit tikinti zamanı çirkli pulların yuyulması işində təqsirli bilinir. Məhkəmə 140 milyon qrivna məbləğində girov təyin edib.